Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la بسم الله الرحمن الرحيم الحمد والصلاة لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب الله العالمين أبي القاسم محمد صلى الله عليه وسلم وعلى علي بن أبي طالب الحسن والحسن وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي صلوات الله عليه ولعنة الله عليهم أجمعين إلى آمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. عباد الله اوصیکم و نفسی بتقوی الله. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyi dəvət edirəm. İnsanın fitrətində daim əziz olmaq, daim izzətli olmaq arzusu onun xəlqində, mayəsində qolunmuşdur. Hər kəsin fitrətindədir. İstəyir əziz olsun, istəyir izzətli olsun. Bəzən dualarını xatırlayır ki, Allah izzətimizi əlimizdən alır. Allah bizləri izzətli edəcək. Amma izzət nədir? İzzətin lüğətdə tərcüməsinə baxsaq, izzətin mənası bu deyil. Adam hörmət sahibi olsun, əzəmət sahibi olsun, ehtiram sahibi olsun, heybət sahibi olsun. Buna izzət deyirlər. Amma bəziləri izzəti yanlış anlayırlar. Bəzi insanlar var, izzəti qohum əqrəbanın, evladın çoxluğunda bilir. Bəziləri izzəti malın, sərvətin çoxluğunda bilirlər. Bəziləri izzəti vəzifəsinin böyüklüyündə bilirlər. Bəziləri izzəti elmdə bilirlər. Amma bunlar hamısı izzət axtarışıdır, mənə yanlış düşünürlər. Bu sadalarlıqlarımız ya izzət deyil, əgər izzət olsa belə fanidir, aradan gedən bir şeydir, daimidir, əbədi bir izzətdir. Bəs həqiqi izzət ki, insan tanımalıdır və bilməlidir və o izzəti özündə formalaşdırmalıdır. O izzət hansıdır ki, Quran-ı Kərimdə Allah Teala buyurur: "Kullu men aleyha fan." Allahdan başqa hər kəs, hər şey fanidir. Hamısı aradan gedəcək. Və yəbqə vəcə rabbikə zülcəlal və ikram. O kəramət, kərim və cəlil olan, o gözəl simalarda olan Allahdan başqa hamısı yox olmağa məhkumdur. Hamısı aradan gedəcək. O bayaqdan sadaladıqlarımız ki var, qohum, əqrəba, evlad, var dövlət, vəzifə, səltənət, ev, rütbə, bunlar hamısı Allah bir aradan gedər. Fəqət baqi qalan nədir? İlahi özüdür. Allahın özüdür. Bəs elə isə Allah-ı Teala izzəti bizlərə tanıtdırır. Buyurur, mən kana yuridul əzzə. Hər kim izzət istəsə, əzəmətli olmaq istəsə, fəlillahu əzzə. İzzət Allah'a məxsusdur. Hər kim izzət istəyir, Allah-ı Teala bilsin. Buyurur ki, bilsin insan ki, izzət Allah'a məxsusdur. İləyhi yəs'adu kəlimut təyyib və lə'aməlu salih yərfə'u. Hər kim istəsə izzətli olmağı gərək Allahdan istəsin. Allahdan da istədiyimiz izzətli olmağın yolu budur, Allah bizə tanıtdırır. Kəlime-i təyyiblə
pak kəlmələrlə zikr edəcək və onların vasitəsilə Allaha yaxınlaşacaq, Allaha tərəf uzalacaq və bunları da Allaha tərəf aparan nədir? Əməli salihdir, yaxşı əməllər. Tək pak kəlmələr, tək gözəl zikirlər adamı uzatmaz. Bunun yanında əməli salih olmalıdır, yaxşı əməllər olmalıdır ki, insan Allaha tərəf uzalsın. Bu halda Ənəsdən bir dənə hədis nəql olunur, Peyğəmbərdən buyurur: İnnə rabbəkum yəqulu kullə yəvmin ənəl əziz fəmən arada izzət dareyn fəlyuti'il əziz. Allah Müteala hər gün nida edir: mən əzizəm, izzət sahibi mənəm. Və hər kim istəyir izzət sahibi olsun, Allah Müteala buyurur eyləsin, Allahına müti olsun, Allahına itaətkar olsun, Allahına qul olsun. Yeganə İslamdır ki, izzəti qulluqdur. İzzəti əynəkdir. Təkəbbür də qoyur. Bütün mədəniyyətlər qoyur düşünür. Təkəbbürlü olsun, izzət tapacaqsın. Amma İslam buyurur. Deyir, qulu olsun, izzət tapacaqsın. Qulluğu da kimə deyir? Allah. Qul olacaqsan fəqət Allah. Allahdan başqasına qul olacaqsan. Allah Müteala buyurur. İzzət sahibi olmaq istəyəndir. Cunabə İmam Həsən əleyhissalamın o axır ləhzələridir, can verən halıdır. Gəldi İmam Həsən əleyhissalamın. Burada ağa, mənim oğul izləyir. Ağa İmam Həsənin son anlarında Cunabə istəyir ondan ki, ağa onun oğul izləyirsin. Bir cümlədir İmam Həsən əleyhissalamın. Ki, elə bunu insanlar qəlblərinə, təfəkkürlərinə yazar və bu cürdə yaşayır. Onda izzət sahibi olar. Ağa İmam Həsən əleyhissalam buyurur: Və izə ərədzə izzən bila əşirətin və haybətən bila sultani. Əgər istəyirsən izzətli olasan, qohum əqrəbası, yəni sənin heç kimin olmadan da belə izzətli olmaq istəyirsən və istəyirsən heybətli olasan, var dövlətin, səltənətin olmadan, mümkündür belə bir şey olsun. Bir adam ki, heç kimi yoxdur, qohumu, əqrəbası, onu müdafiə edənləri yoxdur və pulu, varı, dövləti, səltənəti də yoxdur. İmam Həsən əleyhissalam deyir ki, bu cür olduğunu təqdirdə istəyirsən, izzət sahibi olasan, ehtiram sahibi olasan, hörmət sahibi olasan, fəxruc min zulmi məqsiyyətillah ilə izzi sahibi. Çıx ki, nə? Allaha günah eləməkdən uzaqlaş ki, nə? Allaha asi olmaqdan uzaqlaş ki, nə? Allahın qullarına müti olmaqdan uzaqlaş ki, nə? Gəlginən Allahın özünə müti ol ki, nə? Allahın özünə itaat edək ki, nə? Bu halda sən izzət sahibi olacaqsan. Sən bu halda izzət tapacaqsan. Yolunu öyrədin. O ayədə ki, oxuduq kəlimi-i təyyibə ilə, kəlimi-i təyyibəni gəlirlər, şərh ediblər, təfsir alimləri. Bəziləri deyib, la ilahe illallahdır kəlimi-i təyyibədən məqsəd. O aparır adamın ali məqamlara, uzaqlar. Bəziləri təsbihat-ı ərbəəni deyiblər, subhanallah, elhamdülillah, və la ilahe illallah, Allahu əkbər zikrini deyiblər, kəlimi-i təyyibədir. Bəziləri deyiblər, Muhammedun Resulullah sallallahu aleyhi ve sellem keliməsi kəlime-i təqdibədir. Xülasədir. Xülasəsidir. İnsan Allahın vəhdaniyyətini qəbul eləmək, Peyğəmbərinə və imamlarına iman gətirmək və bundan sonra əməli salih etməməklə eləyə bilər insan Allaha tərəf ucalsın. Və Allaha tərəf ucalmaqla insan nə eləyə bilər? Özünü Allaha qata bilər. Bunlar xudadır. Bu halda nə olur? İnsanın izzəti olur davam. Təsəvvür elə, bir dənə qapıya su çəkmək istəyirsən, bir nəfərin böyük su səni var, oradan su çəkirsən. Hər nə qədər böyük olsa, o sən bir gün tükənir.
Amma sən böyük dəryalardan bunu seçib gətirəsən ki, sonu olmayan bir dəryalardır, mənbəyi tükənməyən bir dəryadır, o heç vaxt keçilməz. Bunu bizə gəlir ayə və hədislər öyrədir. Deyir, əziz olmağın, izzətli olmağın yolu odur. Hər o yerə ki, özünüzü bağlasaq, o fani. Bir yerə özünüzü bağlayın ki, o bağlayın. Allah'la şu Xudayı olun, ondan sonra daimi izzət sağlayın. Ayə buyurur, وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَمَكْرُ أُولَٰئِكَ هُوَ يَبُورُ. Onlar ki, hiləgərliklə pis işlər görənlər, onlar üçün bir dənə əbədi əzab var, həmən ayənin arasında. Və bunların hiləgərliyi puç və aradan gedən. Bəzi insanlar var, hiləgərliklə özlərini əzəmət sahibi göstərmək istəyir. İnsanların üstünü qışqırmaq, təkəbbür göstərmək, yumruğun bərk yerə çırpmaq. Bəzi insanlar var, bununla istəyirlər özlərini əzəmətli göstərsin. Allah'ın Teala diyor, bu puç bir şey. O sabunun köpüğü kimi, aradan gedir. Heybət və əzəmət onda olur ki, bu Allah'tan gələn əzəmət olsun zəndə. Bəni Müstələq müharibəsi zamanı idi. Quyudan su çəkmək üçün 2 nəfərin arasında mübahisə düşdü. Biri mühacir idi, biri ənsar idi. Biri Məkkəli idi, biri Mədinəli idi. Aralığında mübahisə düşdü, özlərinə kömək çağırdı. Mühacirli mühacirlərdən çağırdı, ənsarlı ənsarlardan çağırdı. Ənsarlının çağırışına Əbdullah ibn Ubey gəldi. Əbdullah ibn Ubey kim idi? Əbdullah ibn Ubey sərkərdə başçısı idi və münafiqlərdən. Ənsarlıdır, Mədinəlidir. Yəni, onlar ki, Peyğəmbərə və Peyğəmbərlə Məkkədən gələnlərə quzaq açırlar. Amma münafiq. Abdullah ibn Ubey gəldi, burada mühacirləri təhqir edir, Məkkəliləri təhqir edir. Ərəbin bir dənə misalı var. Sən kəlbəkə ya külkə. Çox üzr istəyirəm bu ifadəyə görə. Mənası təqribən bu cürdür. Bir içi bəsləyərsən, axırda gəlib özür qapar. Bu ifadəni işlətdiyi mühacirlərə qarşı. Yəni, biz dedi, mühacirlərə qucaq açdıq öz şəhərimizdə. İndi gəlirlər bizimlə hansı bir məsələdə bunlar razılaşmaya bilərlər. Biz bunlara qucaq açmışıqsa, biz hər nəticəyi bunlar bizim necəliyi razılaşsın. Özlüyündə fikirləşir ki, bunların boynunda bir dənə minnət qoyurlar. Orada təhqir elədi həmən zamanı. Və ardınca üst çevirdi öz ətrafındakilara. Dedi, bax, taxsırı bunun bizdədir. Biz bu Məkkəlilərə o qədər ehtiram elədik ki, artıq gəlib boynumuza gəlir. Mən sizə söz verirəm, Mədinəyə qayıdan kimi əzizlər özünü nəzərdə tutur. Zəlilləri çıxaracaqlar, şəhərdən uzaqlaşdıracaq. Yəni, biz qayıdan kimi Mədinəyə kənarda qalır. Mədinə şəhərindən satan kimi biz neynəyəcəyik? Mühacirləri qovacaq öz şəhərimizdən. Qoy görsünlər ki, biz əzizik, izzət sahibiyik, onlar zəlildirlər. Heç kimdirlər, biz onlara uzaq açmışıq. Bu hadisəni Zeyd ibn Ərqəm, ki, orada bir dənə gənc mühacir səhabələrdən idi, gəldi Peyğəmbərə danışdı. Ki, belə bir iş görür. Əbdullah bəy. Peyğəmbər çağırdı Əbdullah ibn Ubeyi yanına. Dedi, Əbdullah ibn Ubeyi, sən belə bir iş görmüsən mi? Buyurdu ki, ya Peyğəmbər, Zeyd ibn Ərqəm uşaqdır, o gedib uşaq oyunu oynasın. O mənə böhtan alır. Mən belə bir iş tutmamışım. Və yanında ki, bir neçə dənə münafiqlər də var idi, onlar da onun sözünü təsdiq edərlər. Peyğəmbər onları sakitləşdirdi. Çünki elə sabit olmayıb kimin haqq dediyi, kimin haqq. Peyğəmbər onları sakitləşdirdi. Buyurdu, gedin, bu məsələyə çox da qayıtın.
Ondan sonra gəldilər ki, ya Peyğəmbər, Abdullah ibn Übey bizim böyüyümüzdür, sərkərdə başçımızdır. Ondan biraz keçin. Yəni, yola gedir. Peyğəmbər bu üçün narahatsınız. Siz narahat olun. Ardınca Peyğəmbər əmr verdi ki, hər kəs hazırlaşsın, biz yola çıxın. Gəldilər ki, ya Peyğəmbər, axı yola çıxılası vaxt deyil. Məsələn, günün o isti vaxtıdır, insanların istirahət edən vaxtı, məsləhət deyil yola çıxaq. Peyğəmbərimiz buyurdu ki, qalxın, yola biz tapalım. Bu hadisəni gəldi Abdullah ibn Übeyin oğluna çatdırdılar, özü gəldi Peyğəmbərin yanına. Burada, ya Peyğəmbər, eşitmişəm, atamı öldürdürmək istəyirsən. Əgər belə bir işin varsa, icazə ver atamı, mən başım bu dəqiqə kəsib gətirdim. Çünki razı deyiləm ki, bunu bir başqa mümin görsün və mən heç vaxt onu bağışlaya bilmərəm. Bəlkə hissli vaxtımda kər o mümini günahsız öldürərəm, sonra cəhənnəm əhli olar. Peyğəmbər buyurdu ki, xeyr, belə bir məsələ yoxdur ki, biz sənin atını öldürək. Bu öz fikrini bildirir, onu ilə elə keçinin, məsələ yoxdur. Qalxın, sadəcə biz yola davam edir. Buyurur, o gün bütün günü yol gəlirlər. Hətta gecəni də yol gəlirlər. Peyğəmbər istirahət verir. Səhər ki çatdılar, Peyğəmbərin qəsdi var. Hamı çatan kimi mənzilə yorğunluğundan başlarını qoydular yəni. Peyğəmbərimiz də elə bunu istəyirdi ki, bu qalma-qalma məsələ yatalar insanların fikrindən biraz uzaqlaşır. Bir də bu məsələyi qayrılmasın. Həmən vaxt idi ki, Peyğəmbər artıq Mədinədədir. Zeyd ibn Ərqəm deyil, mən də çatmışdım Mədinəyə, utandığımdan deyil, getdim, girdim evə çölə çıxdım. Çünki zulmatlara baş verdim. Deyir, bu ayə nazil oldu. Və yəqulunə lə'in rəcəqnə iləl mədinəti ləyəxurcənnəl əl-əəzzu minhə əl-əzəl. Onda ki, deyirlər, biz Mədinəyə çatdıq, əzizlər zəlilləri şəhərdən çıxardacaq, uzaqlaşdıracaq və lillahil-izzə. Amma izzət Allaha məxsusdur, vəli Rəsuli və Allahın Peyğəmbərinə məxsusdur, vəli müminin və müminlərə məxsusdur. Və lakinnəl münafiqinə la ya'ləmun. Ancaq münafiqlər bunu anlamırlar. İzzət deyilən bir şey varsa, Allah mütəal buyurur, o Allaha məxsusdur, o Allahın Peyğəmbərinə məxsusdur və müminlərə məxsusdur. Ondan başqalarına izzət aiddir. Deyir, Abdullah ibn Übey ki, çatdı Mədinənin girişinə, oğlu kəsir qapadı. Dedi, mən səni şəhərə buraxmayacam. O vaxta qədər ki, Peyğəmbər icazə edirsin. Peyğəmbər xəbər göndərdi, buraxmaq şəhərə. Gəldi həmən şəxs Peyğəmbərin məhzərinə çatanda, Peyğəmbər buyurdu ki, belə bir ayə nazil olub sənin qalında. Ki, sən səhv danışmısan, orada, amma Zeyd ibn Ərqəm düz danışır. Sən nahaq onu tərk edilməlisən. Bu, Abdullah ibn Übey razılaşır. Dedilər, Abdullah ibn Übey, get Peyğəmbərin yanına, sən üçün tövbə eləsin, ayə nazil olub sənin barında. Buyurdu ki, yox. Düdüz ki, Allahı qəbul elədik. Düdüz Peyğəmbərini qəbul elədik. İndi də gəldiniz ki, zəkat verdik, namaz qılduq. İndi də gəlmişsiniz ki, gəl Peyğəmbərə də səzdə elə bu mümkün. Artıq təcəbbür bunu bir hala gətirib çatdırır. Bu hadisəni mən danışıram, bəlkə biraz uzun hadisədir. Amma möminlər onun barəsində düşünülsələr daha çox güzel olur. Çox ibrətlər var bu hadisənin sizdə. Amma vaxtımız o qədər deyil ki, hər tək o ibrətlərə toplan. Özünüz düşünün barəsində. Təcəbbür nə həddə gətirib çatdırır. Deyirlər ki, Peyğəmbər sən üçün tövbə eləsin, yox eləmək. Ardınca bu ayət nazil oldu. Və izə qilə ləhum təaləv yəstəqfir ləhum Rasulullah ləvvəbu ruusəhum və rəəytəhum yəsuddunə və hum müstəkbirun. Onda ki, gəldilər buna dedilər ki, get Peyğəmbər sənin üçün tövbə eləsin və günahlarını Allah sənin bağışlasın, deyir, başını yerlədi. Başını yerlədi, dedi, mən belə bir iş görmərəm, öz təkəbbürlü bundan. Savabun əleyhim əstəqfərtə ləhum əmləm təstəqfir ləhum. Ya Peyğəmbər, onun üçün eynidir, sən onun üçün tövbə eləyəsən, ya eləyəsən. Onun üçün bir fərq etməz. Ləhum lən yəqfirəllah ləhum.
Allah onu heç vaxt bağışlamayacaq. İnnəllaha la yəhdil qavmə fasiqin. Allah heç vaxt fasıq qövmü hidayət edən. Bədbəxt oldu. Gəldi Mədiniyə çatırdığından bir neçə gün keçmişdi, bir xəstəlik tutdu Abdullah ibn Übəyi, dünyasını dəyişdi, cəhənnəmə vasıl. Münafiq kimi dünyadan gedir. Hədislər də deyir, cəhənnəmin ən aşağı qatı kimlər üçündür? Münafiqlər, kafirlər. Nə bunu bədbəxt elədi? Özünü əziz görmək, amma qarşısındakiləri zəhlət etmək. O ki, mümindir, Allah ona izzət bəxş edib, o lazımdır ki, özün zələ görür qarşısındakilərini əziz görür. Bunun qarşısında duran Peyğəmbər idi və Peyğəmbərin yarı idi. Tərəfdarları idi. İzzətli olduğu təqdirdə də mümin neynəməlidir? Öz əzəmətini qoyduğu. Ki, bunun barəsində söz çoxdur. Amma mən bir dənə hədis deyim, İmam Sadiq əleyhissalamdan sözümüz bundan tanımıyorsunuz. Fəl-mu'minu yəkunu əzizən və la yəkunu zəlilən. Mümin izzətli olar, əzəmətli olar, mümin zəlil olmaz. Əl-mu'minu əəzzu minəl-cəbəl. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, mümin böyük dağlardan da əzəmətlidir. İnnəl-cəbələ yüstəfəllu minuhu bil-mə'abi. Böyük dağlardan külüklə bir şey qoparmaq olar. Fərhada eşitmişsizdə bir dənə dağı məhv edir. Bu yaxınlarda internetdə var idi. Bir Hindistanlı ki, bəlkə ikinci xütbəmizə uyğun bir hadisədir. Həyat yoldaşı xəstələnib, bunların da kəndi böyük dağla əhatə olunur. Yol çox uzaqdır şəhərə. Ora gedib çatana qədər həyat yoldaşı ölür. Bu gəlib bu işdən təsirlənib, götürüb külüngün 22 tək başına o dağı başlayıb yarılır. 22 ildən sonra göstərdilər, bir dənə o dağı yarıb, şəhərlə araları çox yaxındır, amma dağ olduğuna görə saatlarla yol gedirlərmiş. İndi yolu açıb 15 dəqiqəyə zaman gedir, şəhərə çatır. Tək başına bir dənə külünglə 22 il o dağı yarıb bir dənə yola çatır. İmam Sadiq əleyhissalam buyurur ki, mümin dağdan əzəmətlidir. Dağdan külünglə bir şey qoparmaq olar. Vəl-mu'minun la yüstəfəllu min dini şey. Amma mümin bir cür əzəmətli olmalıdır ki, onun dinindən bir damcı belə qoparmaq mümkün olmaz. Müminlərimiz bu cürdür. Bu cür ola bilmiş kimi. İzzət istəyirik, amma yenə deyirəm, yanlış düşünmüşük İzzəti. İzzət mən belə başa düşürəm ki, budur. Mən içəri girəndə mən üçün ayağa qalsınlar, mənə ehtiram göstərsinlər, mənə qarşı hamısı müti olsun. Bu İzzət deyil əzizlər. Bu yalancı bir dənə təkəbbürdür. İzzət budur ki, hədislərdə buyurur, İmam Baqir əleyhissalamın da hədisi. Buyurur, İnnəllah ətəl mümininə sələsə xisab. Allah müminə 3 dənə gözəl xüsusiyyət əta eləyib, əl-izzəti fid-dünya. Biri budur, dünyada izzətli olar. Vəl-fəlahü fil-axirə. Ahirətdə rahatsızlıq içində olar. Vəl-məhabətə fil-qulubil-zalimin. Zalimların qəlbində ona qarşı mənə qorxu edir. Mümini görəndə ondan ehtiyat edirlər. Müminin bir dənə əzəməti olar. Mümin bu cür olmaq ki, hər küləklər onun əsəb olur. Bəzən bu cür idik. Adicə bir dənə xəbər işi gəlib bizə bir dənə çatır, bütün düşüncələrimizi dəyişir. Bütün fikirlərimizi dəyişir. Niyə? Çünki biz mümin ola bilməmişik və izzət sahibi ola bilməmişik. Çünki bu izzəti, əzəmətimizi Allaha bağlaya bilməmişik. Xudayı ilə iştirə bilməmişik. Bu günləri Əhmədin barəsində yaxşı düşünürdüm. Bir nəfər gəldi, qulağıma bir şeylər fısıldadı, daha heç maraqlanmadan belə Əhmədə qarşı olduğunu düşünürdüm. Niyə? Çünki biz Allahın kitabı və hədislərini dediyi kimi yaşayırmışıq. Ki, əlbəttə, bu barədə sözlər çoxdur. O qədər də vaxtınızı istəmirəm. Allah inşallah qismət olar bu mövzunu davam elətdirərik. Allaha and verək. Öz izzət və cəlalına Allah'ın xəal bizləri
عزت قرار برسید.